Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, demək olar ki, 41-45-ci illərdə müharibə olanda cənubdan, yəni Cənubi Azərbaycanda, indiki dediyimiz İranda farslar demək olar ki, qaçaq qulduruculuqla məşğul idi. Gəlib kəndlərdə tarix boyu elə ediblər. Gəlib kəndlərdə qızların saçından tutub aparmağı, gəlinlərin, onların əlində silah olub kəndə, yəni boşluqdan istifadə edib. Və o zamanlar ki, 41-45-ci illərdə faşizm müharibəsində gedən əskərlərimiz var idi buradan. O kənddə, yəni az yaşlı uşaqların olmasında, böyük insanların müharibədə iştirak etməsində bu qaçaq quldurlarda istifadə edirdi. Bəzilərini satın alırdı, bəzilərinin əlbir olurdu. Onunla bağlı mən dediyim kitablar ki var, qaçaqlar deməli Yunan belə hərflərdən, yazılardan, hardansa məlumatlı əsasında o kitabları gətirib bu kənddən keçəndə, bax mən dediyim yer bura idi. Bax burada, yəni burada qaçaqları həmən yəni atıb qaçmasında o qaçaqlar ki, bizim kəndimizin və bütün Azərbaycan cənubda ümumiyyətlə kəndlərə basqın etməsi, insanlarımızı mal heyvanın əlindən qopardıb, yəni iri buynuzlu mal qarasın, xırdabaş qoyun keçsin, yəni bu öküzlərin buradan aparılmasında, əllərindən alınmasında, vətəndaşlarımızı öldürməsində və vətəndaşlarımız o qaçaq quldurunu bacardığı qədər öldürüb, bu dərə boyu tökdüyü yerlərdir. Bax burada tarix boyu qaçaqlarla mübarizə olan yerlər olubdur. Bax gördüyünüz bu yerdir. İndi çəndi hər yer görünmür. Və o zaman da o qaçaqların burada gəlib bəzən insanların yol göstərməsində, dəstək olmasında, bəzi qorxularından, bəzən də nə bilim, yəni fikirləşilmiş yerin desəm satqın kimi baxarlar. Çox sirlər var, çox məqsədlər var. Mirzəfər Bağırov Yardımlı rayonun Separadi kəndində, burada bizim kəndimizin sakinini güllələyib. Bax birim burada, ofisin də özü ilə aparıb qaçaqların yerini göstərməkdəndir. Yəni Yardımlı rayonun Separadi kəndi tarixi ismi Qoşqarlıdır. Mirzəfər Bağırov xəbər çatıb ki, qaçaq qulduru Cənub bölgəsində tufan edir, insanları soyur. Yardımlı rayonun Alar kəndi var, orada qalır. Və Yardımlı rayon Separadi kəndi bütün kəndlərdə demək olar ki, və bizdə kəndin dalı meşə, arxa meşə adlanan ərazi var. Həmən Vilək çayın deməli suyun axımında yuxarı tərəfində deməli Demand restoranı adı bizim kəndin fermi ərazisi olan, yəni kəndimizin torpağından aşağı, yəni Kerli adlanan torpaqdan aşağı, indi Demand restoranı var, ondan aşağıda yeri ilə, mənbəyi ilə deyirəm, oraya getməmişəm, oranı qismət olarsa çəksəm görərsiniz. Və Küraxana adlanan çay var, göl var, ondan aşağı gəlirsən, qayanın altında sıldırım yerləri var, qismət olsa çəkib paylaşaram. Həmin yerdə qaçaqların gizlənməsi olubdur. Yəni gəlib onların özlərinə o sirəmlər var, o yuxarılarda o daşlar, yəni sirəm, o qayanın altında mağara kimi yerlər var, girib orada qalarmışlar, talayıb yığdıqları və demək olar ki, səhərə kimi orada siqaret çəkib kötüyün tökdükləri hər gün gəldiyi yerlər, məkanlar olub. Onun üçün də Mirzəfər Bağırov özü at dəstələri ilə gəlir bura, gəlirlər, deməli indi qatarla gəliblər, masallar necə gəlib, amma bura atlılarla gəliblər. Və bu kəndlərdə bütün yardımı düşüblər izin, qaçaqların izinə və gəliblər. Buradan qaçaqlar keçdiyi üçün bizim keçilərin də 2 nəfər burada olub. Birin baba bu ərazidə gülləliyibdir. Mirzəfər Bağırov. Yəni bu da tarixin bir sirridir. Çox dərinə getmirəm. Oldu. Tanrıya əmanət olun. Bu dünyada çalışın, insanlığı yayın və birlik yayın. Dünya müvəqqətidir, dünya bir aynadır, dünya bir pəncərədir, hamımız gəlib baxırıq, gedirik. Onun üçün də bu gözəl canınızdan, gözəl işlərə, xeyir işlərə, düzgün işlərə istifadə edin. Yəni bir-birinizi qırmaqla, bir-birinizdən savaş aparmaqla, bir-birinizə hörmətsizlik etməklə, necə xainlıqla, paxıllıqla heç yerə gedib çıxa bilməz. Sağ olun, təşəkkür edirəm, minnətdaram.